Aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında mərhum atasının doğum günü münasibətilə duyğulu paylaşım edib. News24 xəbər verir ki, aparıcı paylaşımında atasının yoxluğunu hələ də dərin bir boşluq kimi hiss etdiyini səmimi sözlərlə ifadə edib. O bildirib ki, atasının itkisi onun üçün çox ağır olub və bu acını tam olaraq unutmaq mümkün deyil. Tarix Əliyev həmçinin vurğulayıb ki, anası da atasının vəfatından cəmi 7 ay sonra dünyasını dəyişib və bu ardıcıl itkilər onun həyatında silinməz izlər buraxıb. Aparıcı paylaşımında valideynlərinə olan sonsuz sevgisini, həsrətini və minnətdarlığını dilə gətirərək onların xatirəsinin hər zaman qəlbində yaşayacağını qeyd edib. Onun bu duyğulu və səmimi fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən böyük həssaslıqla qarşılanıb. İzləyicilər şərh bölməsində Tarix Əliyevə başsağlığı verib, səbr və güc arzulayıb. Valideynlərinin ruhuna dualar göndəriblər. Paylaşım qısa zamanda çoxsaylı bəyənmə və dəstək rayları toplayaraq geniş rezonans doğurub.